Salam dostlar. Bugün mən çoxdandır hazırlayıb sizinlə paylaşmaq istədiyim bir videonu paylaşıram. Ev şəraitində asan üsulla xamanın hazırlanmasını bölüşmək istəyirəm. Bu videonu izlədikdən sonra artıq marketlərdən xama almayacaqsınız. Asanlıqla özünüz evdə hazırlaya biləcəksiniz. Videoda da gördüyünüz kimi bankanı yan çevirəndə belə bankadan dağılmır. Çox gözəl, asan üsulla ev şəraitində xama hazırlanır. Əgər siz də bu üsulla hazırlamaq istəyirsinizsə, elə isə videonu diqqətli izləməyinizi xahiş edirəm. Sona qədər diqqətlə izləyin ki, siz də bu asan üsulla hazırlaya biləsiniz. Bunun üçün mən təzə sağılmış inək südü götürmüşəm. Siz bunu market südü ilə də əvəz edə bilərsiniz. Südü qoyuruq qazın üzərinə, qaynayır. Ara bir də bu cür qarışdırırıq ki, artıq suları buxarlansın. Təxminən bir 5-6 dəqiqə belə qaynadırıq. Qaynadıqdan sonra qazı söndürüb südü soyuduruq. Süd artıq soyuyub. Xamanı hazırlamaq üçün bankaları da hazırlamışam. Mən yarım litrlik bankalar götürmüşəm. Südün temperaturu mütləq ya qaynar olmalı deyil, ya da ilıq olmalı deyil. İsti olmalıdır. Barmağımızı batırıb yoxladıqda azca barmağımızı yandırmalıdır. Və xamanın mayalanması üçün bizə lazımdır ilk dəfə marketdən xama almaq lazımdır. 1 yemək qaşığı hər yarım litrlik bankaya 1 yemək qaşığı dolu xama əlavə edirəm. Fərqi yoxdur hansı xamadan olur olsun, mütləq 20% xama olmalıdır. Yəni bircə dəfə marketdən alırsınız, artıq hər vaxt soyuducunuzda saxlayıb maya kimi istifadə edə bilirsiniz. Biraz süddən əlavə edirəm hər bankanın üzərinə və qarışdırıb xamanı yaxşıca südlə həll edirəm. Və sonra bankaların başını bu cür südlə doldururam. Əziz izləyicilər, hələ də kanalıma abunə deyilsinizsə, abunə olub videomu bəyənməyi, bildirişləri də aktiv etməyinizi xahiş edirəm. Bildirişləri mütləq aktiv edin ki, video paylaşdığı zaman ən tez sizin xəbəriniz olsun. Dəstək olan hər kəsə çox təşəkkür edirəm. Südü əlavə etdikdən sonra bu cür qaşıqla qarışdırıram. Bankaların qapaqlarını bağlamıram. Sadəcə olaraq bu cür çevirib qoyuram. Biraz da aralı qoyuram. Və üzərlərini dəsmalla örtürəm. Siz əgər mətbəxiniz soyuqdursa, sərindirsə, üzərini biraz qalın da örtə bilərsiniz. Mən bu cür örtüb 4 saat gözlədirəm. 4 saatdan sonra üzərlərini açıb xamaları soyuducuya yerləşdirirəm. Artıq 4 saat keçdi. Baxın, üzərləri hələ bərkləşməyib. Bu cürdür. İndi isə qapaqlarını örtüb axşamdan səhərə qədər soyuducuda gözlədirəm. Budur dəyərli izləyicilərim, artıq səhərsi günüdür. Videoda da gördüyünüz kimi çox gözəl, bərk xama alınıb. Gördüyünüz kimi bankaları yan çevirdikdə belə bankalardan dağılmır. Siz də bu üsulla hazırlayın. İnanın ki, siz də çox bəyənəcəksiniz.
Təkcə bir dəfə marketdən xama alacaqsınız. Artıq özünüz evdə sonra hazırlayacaqsınız. Asan üsulla, tam təbii keyfiyyətli. Mən hər zaman videolarımda da hər zaman bildirirəm ki, öz hazırladığım xamadan istifadə edirəm. Və bu videonda mən çoxdandır ki, videonun əvvəlində də qeyd etdiyim kimi, çoxdan istəyirdim ki, sizinlə paylaşım. Nəhayət, bu günə qismət imiş. Gördüyünüz kimi, çox gözəl, ləzzətli xama alınır. Siz də hazırlayın, siz də nuş edin. Tam təbii, heç bir qatqısız evdə özünüz hazırlaya bilərsiniz. Yəni, təkcə bir dəfə maya üçün marketdən xama alacaqsınız. Sonra yediyinizi yeyib, bankada biraz saxlayıb, yenidən istifadə edə bilərsiniz. Görünüşündən belə məncə aydındır ki, necə gözəl xama alınır. Dəyərli izləyicilərim, videom əgər xoşunuza gəldisə, videomu bəyənməyi, kanalıma abunə olmağı, bildirişləri aktiv etməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə ayrı-ayrılığında təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarımda görüşmək ümidi ilə.